Mən Hacıqabul rayonunda anadan olmuşam. Həkim ailəsində dünyaya göz açmışam. Mənim anam, atam həkim olub. Əslində bu babamdan gələn bir şeydir. Babam felçer olub. Arzusu həkim olmaq olub, amma ola bilməyib felçer olub. Düzdür, rayon yerində felçer bir həkim qədər nüfuzlu biridir. Arzusu olub ki, bütün övladlarını həkim eləsin və həqiqətən də bütün övladlarını həkim eləyib. Mən dünyaya həkim nəslində göz açmışam. Bu, təbii ki, bir həkim üçün 1-0 öndə başlamaq deməkdir, hər zaman. Çünki bu sənin gələcəyinə, ixtisas seçiminə, bir çətinliyə düşəndə bir kömək istəmək üçün çox müsbət bir şeydir. Mən universitetə girəndə neyrocərrah olmaq istəyirdim. Ailədə bütün ixtisaslar vardı, bir neyrocərrahımız yoxdur. Universitetə daxil olduq, oxumağa başladıq, oxuya-oxuya təbii ki, işləməyə başladıq. Bacım kardioloq idi və internatura keçirdi kardiologiya institutunda. Orada növbələrə qalması üçün məni də ailədən ora tibb qardaşı olaraq işləməyə göndərdilər ki, sən də burada bir tibb qardaşı işlə, bacı orada internadır. Mənim kardioloqa sevdam oradan başladı. Bu sənətin maraqlı tərəfləri nədir? Sən çox ağır xəstə qəbul edirsən. Yəni mənim kardioloq olmağımı alovlandıran nə oldu? Ürəyi dayanmış xəstə gəldi. Mən elə tələbəyəm, 3-cü kurs tələbəsiyəm. Bütün reanimasiya bunun üstündə reanimasyon tədbirlərə başladılar, qapalı masaj elədilər. 40 dəqiqə sonra o xəstə həyata döndü. Mən ondan sonra kardioloq olmağı ağlıma qoydum və o üzrə inkişaf etməyə başladıq. Təhsil sadəcə kitabdan oxumaqla təbii ki, olmaz. Mütləq şəkildə burada praktika lazımdır. Universitet dövründə müəllimlərimizdən yetəri qədər biz dəstək almışıq. Müəllimlərimiz bizə bir yön istiqamət verib. Tibb universiteti bitirəndən sonra təhsilimi davam elətdirmək üçün Türkiyənin İstanbul şəhərində Bezmi Aləm Universitetində təhsilimi davam elətdirmişəm. İnvaziv kardiologiya gəlməyim də biraz fərqli olub. Dediyim kimi, əvvəldən neyrocərrah olmaq istəyirdim, əməliyyat eləmək istəyirdim. Bir həvəs yarandı kardiologiya. Kardioloq oldum, bitirdim, işləyirəm, amma bir cərrahiyyə sevdam vardır. Bir əməliyyat eləmək istəyirsən, sən əməliyyat stolunda xəstənin həyatını xilas eləmək istəyirsən. Mənə yaxın olan bu invaziv kardiologiya oldu və mən bu invaziv kardiologiya üzrə 3 il fellowship olaraq İstanbulda təhsil aldım. Hal-hazırda Azərbaycan səhiyyəsində Türkiyədə təhsil almış tibb tələbələrinin böyük rolu vardır. Həm səhiyyənin qurulmasında, həm xidmətində. İnşallah bizdən sonra Almaniyadan gələnlərin ciddi rolu olacaqdır, sonra Amerikadan gələnlər. Bu cürünə davam edir. Oradakı təhsil bizə çox şey öyrətdi. Təhsil sisteminin fərqli olduğunu öyrəndik. Biraz orada xəstə-həkim münasibətinin fərqli tərəflərini öyrəndik. Biz orada olduğumuz müddətlər Azərbaycanda icbari tibbi sığorta fəaliyyət göstərmirdi. Amma orada sığorta sistemi vardı. O sistemin necə işlədiyini, insanların bundan necə fayda gördüyünü orada öyrənmişdik. Şükür Allaha, bu gün artıq Azərbaycanda çox gözəl bu sistem qurulub, fəaliyyət göstərir. Xalqımız bundan çox gözəl yararlanır. Məsələn, bizim göstərdiyimiz invaziv kardiologiyanı artıq biz tam icbari sığorta ilə xəstələrimizə, xalqımıza bu paketdə xidmət göstərə bilirik. Təzə başlayanda bu xidmət yox idi. İnsanlar, məsələn, anjo olunurdu, koronar angiyoqrafiya olunur, ürək damarını yoxlatırsan, bu adama mütləq stent implantasiya olunmalıdır. Adamın imkanı çatmır və adam elətdirə bilmir. Açıq əməliyyat olunmalıdır, ola bilmir və insanlar təəssüf ki, göz görə-görə həyatını itirirdi. Amma indi o boyda böyük əməliyyatları insanlar gəlir, heç bir maddiyyat ödəmədən dövlət xəstəxanalarında, özəl xəstəxanalarında bir mənalı şəkildə olur. Bu təbii ki, insanların məmnuniyyətidir. Biz statistikada həmişə rəqəm veririk. Məsələn, 1%, 3%. Bizim verdiyimiz statistik rəqəmlər candır. Bu ömürdür. Və insanlar təbii ki, bundan xeyli məmnundur. Yəni, bu gəlib xidməti görməkdən, bu daha da inkişaf edir. Böyük-böyük əməliyyatlar o xidmətlərə daxil olur və burada biz də özümüzü inkişaf elətdiririk. Biz də daha fərqli əməliyyatlar eləməyi öyrənirik, o xidmətləri göstəririk ki, insanlara bu xidmətləri yerində, xaricə getmədən, xarici dövlətlərə getmədən Azərbaycanda o xaricdəki səviyyədə göstərək.
Azərbaycan ürək-damar xəstəlikləri statistikada çox ön sıralardadır. Burada amma bir neçə şey rol oynayır. Statistika sadəcə xəstənin çox olmağı deyil, bunu aşkarlamaq da yetəri qədərdir. Yəni artıq bizim o qədər mütəxəssislərimiz var. O qədər artıq biz burada inkişaf eləmişik, aşkarlayırıq bu şeyləri. Bu bir. İki, həyatımız streslidir. Qidalanmamız, bizim mətbəximiz, Azərbaycan mətbəxi çox gözəldir, çox zəngindir, amma yağlıdır, duzludur. Bu da təbii ki, buna təsir göstərir. Coğrafiyanın da təbii rolu var. Coğrafiya insanın taleyi midir? Mən bundan həm razılaşıram, həm yox, amma bəzi şeylərdə razılaşmaq zorundayıq. Coğrafiya insanın taleyidir bəzən, amma bəzən insan o taleyini dəyişə bilir. Sən insan olaraq bilirsən ki, sənin irsiyyətində ürək-damar xəstəliyi var. Sənin bunu dəyişmək öz əlindədir. Sağlam həyat tərzi ilə, zərərli vərdişlərdən imtina ilə, zamanında həkimə getməklə bunun qabağını ala bilərsən və sən ömrünü uzada bilərsən. Təəssüf ki, uzun ömürlülükdə Azərbaycan biraz geri qalır. Həyat tərzi dəyişir. İnsanlar bu rayon, kənd həyatından urbanizasiyada şəhərə doğru gəlirlər. Hərəkətimiz dəyişir. Məsələn, bizim pasiyentlər soruşur ki, doktor, mənim babam kərə yağı yeyib 100 il yaşayıb. Siz mənə yağlı yeməyi qadağan edirsiniz. Deyirəm, sənin baban at belində çapıb, dağda yaşayıb, hərəkət edib və sağlam qidalanıb. Sən bina evində olursan. Yeməkdən sonra həyətə düşüb gəzmirsən belə. Sən amma deyirsən ki, mən onun kimi yeyim. Yəni, sağlam həyat tərzi çox ciddi rol oynayır insanların həyatında. Biz sadəcə müalicə eləməklə deyil, həm də bu sağlam həyat tərzini insanlara aşılamaqla məşğul oluruq ki, insanlar sadəcə xəstələnəndən sonra həkimə gəlməsinlər. Biz pasiyentlərimizə, xəstələrimizə 40 yaşın üstündədirsə, mütləq şəkildə kardioloqa gəlməyi tövsiyə edirik. Mütləq xəstə olmağa ehtiyac yoxdur. Təbii ki, insan həyatı qurtarmaq, əməliyyat masasında o xəstəyə nələr ola biləcəyini o xəstədən daha yaxşı, onun yaxınlarından daha yaxşı bilirsən. Orada sənin dəqiqələrin olduğunu çox gözəl bilirsən. Bir neçə dəqiqələrdən sonra artıq heç bir şey eləyə bilməyəcəyini, mümkün olmayacağını bilirsən. Uğurlu əməliyyat sonrasında bu xəstənin həyatda qalır. Sənin əməliyyatxanadan çıxıb xəstə yaxınlarına bu göz aydınlığı verməyin bir xoşbəxtçiliyi vardır, bir qüruru vardır. Sən nə qədər yorğun olsan da, onların təşəkkürü, onların duası səni saxlayan odur. Sənin enerji mənbəyin odur. Biz təəssüf ki, çox ağır xəstələrdən işləyirik. Bütün xəstə populyasiyamız ağır xəstələrdir. Gecikmiş infarktdan gələn bir cavan xəstəmiz vardı 30 yaşlarında. Sən özündən cavanı əməliyyat eləyəndə istər-istəməz sən özündə həyəcanlanırsan. Qapıda xəstənin valideynləri dayanıb, yoldaşı dayanıb, uşağı dayanıb, 30 yaşı var və o adam xəstəxanaya girdi, ürəyi dayandı. Bütün reanimasyon tədbirlər, qapalı masaj altında onu anjo stoluna aldıq, masaj eləyə-eləyə damarlarını çəkdi, damarı trombun içərisində döndü, təkrar ürəyi dayandı, döndü, təkrar ürəyi dayandı. Onun o əməliyyatında bütün personal belə dua eləyirdi də, yəni təmizlikçidən tutun, hamı sadəcə onun sağ qalması üçün dua edirdi. Şükür Allaha, o xəstəmiz sağ-salamat əməliyyat stolundan qalxdı. Çox çətindir bir valideynə, anaya, bir ataya onun övladı əməliyyat stolunda da bir ağır xəbəri vermək. Təbii ki, bu olub və olacaq. Təəssüf ki, biz bu işi görürüksə, insan həyatı davam edirsə, bunlar olacaq təəssüf ki. Amma o xəstədə biz çıxdıq, onun valideyninə, övladına, yoldaşına bu xoş xəbəri verdin. Sənin də təbii ki, gözündən bir yaş damlayır, çünki orada elə sevinc gözyaşları var ki, bir insan övladı buna laqeyd qala bilməz. O xəstə ilə artıq xəstə-həkim münasibəti yox, dost münasibəti yaranır. Bu gün belə həmin xəstə kontroldadır. Onun kimi çox xəstələrimiz, amma o cavan olduğu üçün 30 yaşında, sənin özündən cavan, sənin təbii ki, xatirində qaldı. Bu gün belə o xəstə ilə biz dostuq, kontrollarında da hər şey əladır, şükür Allaha. Ümumiyyətlə, sən yerində qalırsansa, sən geriyə gedirsən. Tibb inkişaf edir. Ola bilər, zamanda çox gözəl təhsil almısan, gəlmisən, bir yerlərə çatmısan, amma arxadan çox gözəl gənc nəsil gəlir. Çox gözəl, çox savadlı. Bizləri vurub keçəcəklər. Çox gözəl yerlərdə olacaqlar. Bunu belə tam arxayınçılıqla və qürur hissi ilə deyirəm. Yeni dövr gəlib. İnternet, süni intellekt, 18-20 yaşındakı tələbənin buna baxışı
məndən daha yaxşıdır. Onun buna əl çatanlığı, buna marağı məndən daha çoxdur. Adamlar özlərini inkişaf elətdirirlər. Bu arxadan gələn nəsil üçün sən gərək bir həqiqətən də sadəcə maket olaraq ideal olmayasan. Sən içəri dolu olsun. Bunun üstünə qoymaq lazımdır. Tibb inkişaf edir. Bunun üçün istər-istəməz biz dünya səviyyəli, dünyada, Avropada indi bugün Azərbaycan Kardiologiya Cəmiyyəti Avropa Kardiologiya Cəmiyyətinin aktiv bir üzvüdür. Biz həm Azərbaycan Kardiologiya Cəmiyyətində, yəni yerli mütəxəssislərlə, həm də Avropa Kardiologiya Cəmiyyətinin bütün mütəxəssislərlə layihələrimiz olur, bərabər çalışmalarımız olur, onların master klassları olur, gedib onlarda iştirak edirik. Hətta bugün biz Azərbaycan Kardioloji Cəmiyyəti olaraq dünya nüfuzlu toplantıları, master klassları Azərbaycana gətiririk və dünyadan toplantıya Azərbaycana gəlirlər. Biz təkcə bunu özümüz üçün deyil, həm də bizdən sonra gələn nəsil üçün eləyirik. Bu yol bir cığırdır. Bu cığırı açıblar. Bəlkə də biz bu cığırı biraz genişləndiririk. Zaman gələcək artıq bu cığır, yol yox, burada bir asfalt olacaq. Hamı bu ilə çox gözəl hərəkət edəcək inşallah. Ürək həkimi olaraq həm pasientlərimizə, həm kolleqalarımıza ürək sənətinin ağırlığını izah eləməyə çalışırıq. Çünki digər ixtisas əməliyyatlarına girəndə ürək həkimlərindən bir konsultasiya istənilir. Yəni ən bəsit bir kardioqramma çəkilir, elektrokardioqramma ki, buna bir ürək həkimi rəy yazsın. Bütün ixtisas həkimlərindən rəy alınırmı? Xeyr. Amma ən bəsit kardioqramma çəkilir. Niyə? Çünki ürək çox vacib orqandır. Stres, həyat tərzi, günümüzün reallığı, informasiyanın çoxluğu, təbii ki, bu bizim ürəyimizdə bir iz qoymadan keçmir. Təəssüf ki, belədir. Sağlamlıq üçün hamıya tövsiyə edirik ki, mümkün qədər telefonlardan, planşetlərdən az istifadə edək, az baxaq. Amma reallıq da var da, nə qədər desək də, həyatın bugün artıq reallığına çevrilib. Mümkünsüzdür bunsuz. Amma heç olmasa pis informasiyalardan biraz uzaq qalaq, ürəyimizi üzməyək. İşimiz ürəklərə şəfa verməkdir, ürəkləri müalicə eləməkdir, sağlamlıq verməkdir bu ürəklərə. Amma təəssüf ki, bizim özümüzün ürəyimiz də istər-istəməz bu qədər ağırlıq altında bizim ürəyimiz də ağrıyır, bizim ürəyimiz də bayaq dediyimiz kimi sızıldayır və bizim ürəyimiz də üzülür. Nə gözəl ki, mən bu peşəni seçmişəm. Nə gözəl ki, bu peşəni mənə sevdirən insanlar olub, müəllimlərim olub. Bu peşə həyat xilas edən peşədir. Mən xəstə siyahısına baxanda çox ağır yüzlərlə xəstəni həyata qaytarmısandır. O pasientlər, onun yaxınları gəlib sənə təşəkkür eləyəndə, sən də bu sənətə təşəkkür edirsən ki, nə gözəl mən bu sənəti seçmişəm. Bu insanlar da gəlib sənə təşəkkür edir, sənə dua edir. Sən də öz sənətinə təşəkkür edirsən.